Salam balaca rəssamlarım və rəssamlığa marağı olanlar. Bu günləri sizin əl işlərinizə baxacağam. 50-dən çox rəsm işi var. Yəni bu video çox uzun olacaq. Bilirəm, ortalama baxışı az olacaq, amma eybi yoxdur. Canınız sağ olsun və Qurban Bayramınız münasibətilə sizi təbrik edirəm. Evinizdən ruzi, bərəkət, bolluq əksik olmasın. İndi gəlin videoya baxaq. Yəni videoya baxaq deyəndə rəsmlərinizə baxaq. Deməli, Salam müəllimə necəsiz? Çox sağ olun, yaxşı olarsınız. 16 yaşım var, 10-cu sinifə dizayner hazırlaşıram. Zəhmət olmasa iki şəklimə də baxasınız. Fikirləriniz mənim üçün çox önəmlidir. Deməli, ikinci şəklini daha çox bəyəndim. Bir də uşaqlar, mən hamınızın bütün şəkildə, məsələn, elə uşaq var 10 dənə şəkil atır, 5 dənə şəkil atır. Mən onu ən çox bəyəndiyimi seçirəm və videoda onu göstərirəm. Nəyə görə? Çünki uşaq sayı çoxdur. Əgər mən 50 nəfərin işini seçirəmsə, 50 nəfərin 50-si də ondan şəkil atsa, bu 500-dən şəkil eləyir və buna baxmayın bir videoda qeyri-mümkündür. Ona görə hissə götürürəm. Və ikinci şəklin çox qəşəngdir, emosional bir təsvirdir. Ağzı detayı falan vuruldum, çox qəşəngdir. Və bunu deyim ki, dizayna hazırlaşırsansa, sənə antik başdan heykəllər düşəcək. Yəni onlardan imtahan verəcəksən və 10-cu sinifsən, məncə hazırlığa gedirsən. Getmirsənsə mütləq get. Çünki antik baş heykəli belə işləyirsən portret çox qəşəngdir, amma çətin olacaq sənə. Yəni rəqabət dizayn da çoxdur həddindən artıq və qeydiyyat ayın iyuna kimi davam edəcək uşaqlar. Tələsin. Salam müəllimə necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bunlar mənim rəsmlərimdir. Zəhmət olmasa 3 rəsmə də qüsurlarını deyəsiz. Aha, zat deyə bilərsiniz. Belə bir cümlə yazır. Sizin kimi gözəl şəkillər çəkmək istəyirəm. İnşallah, inşallah daha qəşəng şəkillər çəkin. Hədəfiniz özünüzün daha üst versiyasında işləməkdir. Və bu 3 rəsmdə baxmışam doğrusu. Amma Heydər Əliyevi yəni çox bəyəndim də. Yəni yaşıtlarına görə çox fərqli gözəl işləmirsən. İşıq kölgənin də biraz da üstünə düşsən, çox. Yəni işıq kölgə nə üçün önəmli uşaqlar? Rəsminiz 3 həcmli görsəniz, daha real və maraqlı görsənir və işində çox qəşəngdir, əhsən. Salam necəsiz? DTS hazırlaşıram. Sizcə necədir? Kursa gedirəm, amma sərbəst işimdir. Hə, bax, bu işindən sən imtahana gəlsən, yəni bu elə bir tərzdə işləsən, 7-8-in varında, yəni keçəcəksən, məqbul alacaqsan. Amma DTS-də bilirsən ki, antik baş heykəldə olur. Birinci imtahan odur, ikincidə isə bu natürmort olur. Mən də keçəcəksən, amma heykəlin işində atasan bizə baxmaq istəyirəm. Uğurlar bir daha sənə də. Salam müəllimə necəsiz? Sizə demişdim, çəkdiyim şəkilləri paylaşıram. Siz də necə çəkirəm belə yazıb. Qabiliyyətdə neçə bal toplaya bilərəm? Göstərsəm, suallarımı cavablandırsa sevinərəm. Hə, deməli, ilk işini gördüm. Yəni, bunu deyim ki, heykəlin, yəni Gernikanın, yəni Avqustun baş hissəsini biraz əylik. Bilmirəm, fotoda çəkmirsən, elə görsənir, yoxsa yox, bilmirəm. Amma bu işindən məqbul ala bilərsən. Amma ikinci işini onu deyə bilmərəm. Çünki xarakter həyatdan da tutmamısan, komponentkada problem var, çox problem var. Amma ilk işin, yəqin bu birinci bizə atdığın o son versiyadır. Onu çox qəşəngdir. Belə də çox işdə məncə keçəcəksən, məqbul, yəni alacaqsan. Yəni bu işini görürəm, əl işlərini görürəm. O ümidi verir, inşallah da yaxşı olar və inşallah yəni bu vaxtı yazarsan ki, müəllimə mən qabiliyyət imtahanından məqbul aldım, inşallah. Salam müəllimə necəsiz? Ümid edirəm ki, yaxşısınız. 12 yaşım var. Şəkillər necədir? Rəy bildirsəniz sevinərəm. Aha, gələcəyin moda dizayneri mən görürəm. Çox qəşəngdir ayaqqabılar, kabluklar. Mən buna şey deyirəm, işgəncə aləti. Kabluklar məncə qadınların işgəncə alətidir. Heç sevmirəm, heç məcburi vaxtlar geyinirəm. O da nədir? Toyda onun üçün. Bizələ zəhləm gedir kablukla. Niyə bunu dedim bilmirəm, boş verin. Adım Melisadır. Nə qəşəng adım var? Yaşımı demək istəmirəm. Melisa, yaşını niyə demirsən balama? Ev yox, özü bilər. Amma mən yaş təxmin eləyəcəm bir dəqiqə işinə baxım. Xahiş edirəm, görün, sizi çox sevirəm. Mən sizə həqiqətən çox sevirəm uşaqlar. My Little Pony-dəki o karakterin adı nə idi? Bilmədim, neysə, boş verin. Karakterin adını bilmədim. Amma məncə 10-12 yaş aralığında bir yaşım var. Cümlədə qəribə oldu, neysə, boş verin. Çox qəşəngdir. Gözləri əsasən. Necədir? Superdir. Mən çox bəyəndim. Qrafik stildə çox qəşəngdir də bu iş. Əsasən də üçüncüsü çox qəşəngdir. Qabiliyyət imtahanı kursu da yəqin ora. Malbetsat var. Qabağında fəza figurları var. Salam müəllimə necəsiz? Çox sağ olun, yaxşı olasınız. Videonuzda mənim əl işlərimi qoymuşdunuz və şəkillərimi bildirmişdim ki, çox sağ olun.
Siz dediniz, fikirlər xoş keçmir. Niyə cümlə qoxu bilmirəm? Çox gözəldir. Deyir ki, yəni sizin fikirlərinizi eşitmək mənim üçün çox xoşdur, gözəldir. Bu yeni işimdir, necədir? Yəni uşaqlar, mən də özüm sevinirəm ki, uşaqlara örnək olmaq, uşaqları həvəsləndirmək. Çünki özüm də yəni rəssamlıqla məşğul olmuşam və hal-hazırda da məşğul oluram. Və o qədər həvəs qırıcı insanlar var ki, rəssamlar olsun, rəssamlığa həvəsi olanlar olsun. Həmişə deyirlər ki, sən elə bilməzsən, sənin təhsilin yoxdur, sən belə hobbi kimi səhvləri deməyə meyilli olur. Mən onun tərəfdarı deyiləm. Mən ruhlandırmanın tərəfdarıyam. Sevdirmənin tərəfdarıyam. Və at işini gördüm. Çox qəşəngdir. Hətta çərçivədə salmışam. Bu əl işini nə qədər hörmətlə yanaşdığımın bir əlamətidir və çox da qəşəngdir. Yaşım da neçədir? 12 yaşım deyil. Aha. Salam müəllimə, necəsiz? Əl işim sizcə necədir? Mercedes işi. Mənim ən çox sevdiyim BMW uşaqlar. Sizdə hansıdır? Maşın ümumiyyətlə çəkmək həqiqi çətindir. Mən özüm də 2-3 dəfə inansız çəkmişəm. 3 dəfəsində də desən 07-ni qardaşımın zoru ilə çəkmişəm. Özü deyib ki, bunu çəkə bilməzsən, çək. Olur ailə içərisində və qıraqda sənə bir şəkil qoyur qabağına, bunu çək. Sən çəkə bilməzsən deyir. Onun üçün çəkmişəm, yoxsa maşın çəkən deyiləm. Əl işində çox qəşəngdir. Salam müəllimə, adım Nigardır, 10 yaşım var. Üstünə birinci yaşıl boya sulu boya töküb. Hə, ona görə qıraqlarına kant getmirsən. Maraqlı bir detaydır. Çox qəşəngdir. Xəritə vibe vermirsən. Qarabağ Azərbaycandır, bəli. Çox da qəşəngdir. O əskərdir bölündə, biz əsəbi dayanıb. Deyir ki, yəni Qarabağ Azərbaycanda fişo. Çox qəşəngdir. Salam müəllimə, mənim adım Nazlıdır. Mənim 12 yaşım var. Sağ olun. Sağ olun. Sağ olun Nazlı. 3 iş atıb və birincisini çox bəyəndim. Çeyrəkli vaza falan. Qoş nə istəmirsən, çox da qəşəngdir. Mövsümü də gəlmiş olur. Çeyrək mənim ümumiyyətlə xoşum. Xoş deyirəm, mən nəsə çox şirin olsun. Tuş şeylərdən aram yoxdur. Altıdan belə xoşum gəlmir. Bir dəfə yeyərəm, qıç-qıç bir şey qoyaram qırağa. Mən şirin şeylər xoşlayıram. Nəysə, bunu niyə dedim? Salam necədir? Salam gözəldir, yəni. Gözəldir quzum. Salam gözəldir nəydir? 16-15 yaş məncə var bu qızımızın. Qız da oğlandı, bilmirəm. Ümumiyyətlə ştrixləyəndə mən nəyin tərəfdarıyam? İşin çox qəşəngdir bu arada. Yəni donmayımın şeyi oydu ki, parça ilə fəza fiqurları, qabın ştrixlərin tonlarına eyni vermirsən. Əslində tonlara eyni verməmisən, formalarına eyni vermirsən. Məsələn, biz parçanı bilirik də, elastik formalı bir şeydir. Sən o ştrixi ilə qabın ştrixini eyni istiqamətdə aparmaq olmaz. Çünki biz rəssamlıqda da bilirsən ki, o materialını hiss elətdirməliyik tamaşaçıya ki, o nə materialdır, elastiklik bilməlidir. Amma əl işin çox qəşəngdir. Bunlar mənim rəsmlərimdir. Görsəniz sevinərəm. Niyə də görməyim? Görürəm uşaqlar. Sadəcə dediyim kimi vaxt məsələsi. Adi bir dənə video atmaq istəyirəm. Atmaq olmur. Əsəblərim oynayır ki, bir dənə videoda niyə ata bilmirəm? Mirvali qız əsərini Dafidir o. Ördək var ya. Çox qəşəngdir. Mənzərəyə bax. Neçə yaşın var sənin? Dur. 16-17 yaşın var məncə. Çox da qəşəngdir. Salam necəsiz? Yaşım 28. Atdığım kürədə etməyə çalışdım. Hə, ştrix. Bax, kürə quranda, hər hansı bir fəza fiquru quranda çalışın qurmaya fokuslanın. O formanı biraz altda özünü görürsən. Oturacaq bir hissəsində problem var. Tam da yumru deyil və yenidən mən ştrixlama ilə bağlı, kürənin ştrixlaması ilə bağlı video atacağam. Çünki atmalıydım, atmamışdım. Atacağım söz və belə də çox xətt məşqləri edin. Çox edərsəz, əlinizin, biləyiniz elə bir sərbəstləşəcək. Art Channel, yenəkdə bir qız portreti görürəm. Çox da şirindir, qəşəngdir. Ümumiyyətlə Art Channel qızımızın adını, bilmirəm, üzrlü say qızın adını yazarsan. Neçə yaşın vardı, yaşını da demişdin. İnanın, Kayıp Balık Memo'dur, nədir? Orada mavi karakter var. Bəzən özümü onun kimi hiss edirəm. 2 dəqiqədə bir şeylər yaddan çıxardıram, gedirəm. Amma əl işin çox qəşəngdir. Salam müəllimə, necəsiz? Mənim adım Nilaydır, 13 yaşım var və sizcə necədir? Çox gözəlsiniz. O sizin gözəl görən gözləriniz uşaqlar. Maraqlı bir karikaturalar görürəm. Altdakı aşpaz daha qəşəngdir məncə. Karikatura bilirsiniz, uşaqlar gülməli təsvirlər, ağız burun yekə. O vibe'dadır və çox da qəşəngdir. Aha, salam müəllimə, siz bir daha necəsiz? Mənim çiyələk şəklimi görmüşsünüz. Deyir ki, aha, sevinərdim. Rəsmə olan marağımı artırdınız. Siz də aşağıdakı şəkillər necədir? Bir daha deyirəm, unutmuşam. 13 yaşı var, heç bir təhsil almamışam. Rəsmlə bağlı deyir. Çox da qəşəngdir. 1, 2, 3 yazıb. Ümumiyyətlə fəza cisimlərini çəkib.
Ulduzlar var, planetlər var. Necə qəşəngdir. Maraqlıdır, çox şirindir. 1 2 3. Bir də nə yazıb? Siz də bizim kimi yuxarılara baxmağa, samağa baxa bilirsinizmi? Bilirsinizsə, baxanda nə görürsüz? Çox qəşəng sual. Nə görürsüz uşaqlar? Çox qəşəng. Salam, bunlar mənim öz çəkdiyim rəsmlərdir. 14 yaşım var, rəssamlığa gedirəm. Necədir? Bax, rəssamlığa gedən bir uşağımız. Mən birinci rəsmini çox bəyəndim. Yəni milli naxışlar var, abidələr var, ümumi buta forması var. Yəni əhsan. Hələ bitirməmsən məncə, çünki karandaş izləri görürəm. Bitmiş halını bizə atarsan, hamımız baxarıq. Salam, bizim gözəl müəlliməmiz. Sağ ol, uşaqlar. Mənim adım Mədinədir. 13 yaşım var. Bilirəm ki, bu rəsmdə bir çox səhvlər sizin ola bilər də uşaqlar. Yəni səhv ola bilər. Əsas da öyrənirsiniz, çəkirsiniz. Burada əsas məsələ çəkməkdir. İmtahan deyil ki, yəni qətiyyən narahat olmayın. Yəni çox da qəşəngdir. Yəni metodun da qəşəngdir. Fərqlilik qatmısan. Yəni təkcə çalış ki, formalar işləyəndə daha fərqliliklər elə. Yəni əsasən karandaşla işləyəndə uşaqlar doldurmaya çalışmayın. İşıq kölgə, yəni kant hissələrini biraz doldurun və içərisinə bir sıxın karandaşı. Sonra yavaş-yavaş yumuşaldın. Yəni birbaşa eyni sürətlə gedib doldurmayın. Rəngləmək çox önəmlidir uşaqlar. Siz əl işinizi gözəllikdən pisə doğru apara bilərsiniz də o rəngləmə prosesində. Yəni onda diqqətli olun. Art çənənin işini də görmüşdük. Stresli bir qız işi. Yəni inanırsınız, mən may ayında belə idim uşaqlar. Mən o qədər stresliydim. Çox qəşəng işim bu arada. May mənim üçün Allah çox bərbad bir ay idi. Hələ may qurtarmayıb. Şükürlər olsun, sağlıq yaşayırıq. Çox şey öyrətdi may mənə bu dəqiqə. Hə, salam müəllimə, yenə mən deyir. Mən evdə çəkdiyim rəsmləri atdım. Bir gün ərzində çəkmişəm. Fərqli günlərdə çəkilib. Bir gündə çəkmişəm, yoxsa fərqli gündə çəkmişəm, başa düşmədim. 12 yaş, bir də vəslə idi, fərqli hesabdan. Hə, fərqli hesabdan yazıb balacamız. Onda deyək, xeyirli olsun, yeni hesabım belə deyək. Mən mavi rəngləri ümumiyyətlə çox sevirəm. Ona görə bu çoban yastığını gördüm. Ümumiyyətlə onu seçdim, götürdüm. Çox da qəşəng işləmişsən. Bilinir də forma da vermişsən. Yəni rəngləməyin də çox qəşəngdir. Afərin Vəsilə, əladır. Salam, necəsiniz? Qiymətləndirin. Hə, qiymətləndirək deyir. Ümumiyyətlə yaşın neçədir? Yaş mənim üçün çox önəmlidir bu qiymətləndirmə prosesində. Bayraqda məsələn ay, ulduz, uşaqlar ay parayla ulduzu çəkəndə çox diqqətli olun. Onu bilindirmək. Məsələn siz bir yerə gedirsiniz sərgidə, ona emin ilişirlər ki, o niyə belədir, onu niyə belə düzgün çəkməmisən falan deyirlər. Amma işin çox qəşəngdir, maraqlıdır, detallar çox qəşəngdir. Salam, mən Nərmin Əmir Aslanlıqdan nə qəşəng maraqlı soyadım var. 12 yaşım var və bu rəsmlər illər öncə çəkmişəm. Çoxlu belə işlərim var. Hamısını tapmamışam deyir. Piyanistəm. Piano ifa edir və kreativ düşüncəli bir uşağam. Neçə yaşım var? Yaşım dedi də 12. Nə qəşəng. Birinci rəsminə həqiqətən vuruldum. Nə qəşəngdir o. Məscid olsun, Aypara məscid detalı falan. Çox qəşəngdir. Həqiqətən yaradıcı bir insansa, çox qəşəngdir. Aha, Şahin Ağayevin əl işlərinə baxırıq indi. Salamlar Tərənə müəllimə. Rəsmlərinizi təqdim etdiyiniz üçün sizə ürəkdən minnətdaram. Zəhmətiniz və dəstəyiniz sayəsində işlərim daha da gözəl görünür. Vaxt ayırıb bizə kömək etdiyiniz üçün çox sağ olun. Əməyiniz üçün təşəkkür edirəm. Çox sağ olun belə düşünməyiniz üçün, həqiqətən hər biriniz üçün. Yəni bunları eşitmək özdə bir xoşdur. Yəni dəyərdir, öz dəyəri. Siz sağ olun ki, bu formada yanaşırsınız, hörmətlə, izzətlə yanaşırsınız. Və bu məni tam başqa bir hissəyə aparır. Çox sağ olun hər birinizə uşaqlar, dəyərli insanlar. Yağ qabı görürəm. Mən yağ qabını görəndə birinci o şey olaraq nəsə təqdim edirlər. O qabdır da zaten, niyə belə dedim. Şokolad qabı görürəm. Xırda detallara baxın. Çox maraqlıdır. Mən nə üçün yemək desən acımışam. Mən bu yeməkləri ancaq seçmişəm. Dondurma qabı maraqlıdır. Ümumiyyətlə çalış, bilirəm. Şahin ümumiyyətlə şəkil çəkəndə köməkçi xətlərdən istifadə etmir. Birbaşa çəkir. Sənə ən böyük bir tövsiyəm odur ki, sadə karandaşla biraz yerlərini qoy, bir damcı. Yəni mərkəzdə olsun, amma sən sağ sola biraz bərabər olsun. Onları da eləsən çox qəşəng olacaq işlərini, həqiqətən deyirəm. Maraqlı bir detal olacaq.
Bu işi görəndə mən oyuncaq olduğunu bildiyimə, amma oyuncağın arxasında olan uzun hissə nədir? O sürülən bir şeydir. Onu başa düşmədim. Amma işlər həqiqətən maraqlıdır. Yəni fərqliliklər. Biz fərqlilikləri sevən insanlarıq. Salam, necəsiz müəllimə? Bir dəfə rəsm atmışdım sizə, ürəkdir. İndi də əlavə edəcəm. Xatırlayarsınız. Aha. Bu rəsmimi yağlı boya ilə işləmişəm. Dərslərimə görə vaxt tapa bilib çəkə bilmir. Tibbə hazırlaşır. Afərin. Rəsm həyatımda bir parçasıdır. Yaşım 16-dır. Arada. Bu arada bu mənim çox vaxtımı aldı. Çünki detallar və sair zəhmətlər. Gəlməyi görürsünüz uşaqlar. Ürək yadımdadır. Sən əməli başlı sənətkarsan da. Yəni çox qəşəngdir. Həm həkim, həm rəssam. Buna deyirlər, çox qəşəngdir. Çox bəyəndim. Yadımda da ürək həqiqətən. Onu görən kimi zaten insan unutmur belə təsvirləri. Çünki çox dəyərli və çox özəldir. Uğurlar inşallah istədiyin yerlərdə, istədiyin məqamlarda yenə olarsan və rəssamlığı buraxma. Çəkməyə davam et. Çünki bu qədər gözəl əl işləri olan insan o peşənin arxasında getməsə də onu daim özü ilə saxlamalıdır və ətrafını da onunla gözəlləşdirməlidir. Salam müəllimə, mənim adım Gülaydır, 15 yaşım var. Portretin əl forması, saçları falan çox qəşəngdir. Əslində biraz gözəl arasında məsafə çoxdur. Onu biraz yaxınlaşdırsam lap əla olacaq. Yəni çox məsafə saxlama. Asifin işinə baxırıq. Oha, ay nə qəşəngdir bu. Möhtəşəmdir. Yəni bu alqış düşür. Çox qəşəngdir. Asifidir. Necə halaldır deyirəm. Neçə yaşım var? Yaşın demiş olar. Mən xatırlamıram, üzrlü sayım. Salam müəllimə, həvəskar olaraq çəkmişəm, 22 yaş. Sözün əsl mənasında həvəskar bilinir ki, bunu sevə-sevə, öz axıdı ilə, yavaş-yavaş öz dəyəri ilə çəkdiyi bilinir. Çox qəşəngdir. Saçlar çox qəşəngdir, saqqal falan çox qəşəngdir. Afərin sizə. Salam müəllimə, necəsiz? Müəllimə, çəkdiyim şəkillər necədir? Xahiş edirəm, şəkillərdə baxasız, səhvlərimi deyərsiniz. Uşaqlar dediyim kimi hamısına baxa bilmirəm, çünki 50 neçə fərə işi var burada. Portretdə ümumiyyətlə uşaqlar tələsmək portret çəkməyə. Göz, ağız, burun məşqlər etdikdən sonra edəm. Məsələn, karandaş detalları olsun, işıq, gölgə falan, bunları fikir versən daha da. Amma xarakteri tutmuşsan, çox da qəşəng işləmirsən, yəni bunu deyim. Sadəcə məsləhət kimi deyirəm sizə bir müəllimə olaraq. Salam müəllimə, necəsiz? Mənim adım Aylindir. Digər 2 videonuzda da var idim. 3 ildir kursa getmişəm. Ümid edirəm ki, bütün atdığım şəkillər, 3 şəkillə də baxasız. Sizə necə olub? Ceyranda problemlər var məncə. 3 atdığım şəkillərdə kursda çəkmişdim. Videoların içində sizi etiketləmişəm. Xahiş edirəm, kimsə gəlib şəkilləri altında özünə çək. Pis sözlər yazmasın. Birincisi, əl işləri çox qəşəngdir və heç kim sənin əl işinin altına pis söz yaza bilməz. Mən onun tərəfdarı deyirəm. Uşaqlar bəzən fikir bildirir ki, bu hər hansı bir yerdən götürmüsən falan deyirlər deməyini. Amma yəni qətiyyən pis söz demək tərəfdarı deyiləm. Xoş olmaz. Əl işini qəşəngdir. Yaşını deməmişsən, kursa getmirsən. 12-13 yaş aralığı. Çox qəşəngdir. Məmməd Əmin Rəsulzadən işləyib. Detalları da qəşəng. Oxşatmışsan da bu arada. Afərin. Salam müəllimə, necəsiz? Sizcə necə çəkmişəm? Toyuq, nə şirin toyuqdur bu. Yaylığına baxın. Çox qəşəngdir. Mən bu toyuğu sevdim. Siz sevdiniz uşaqlar. Çox şirindir, çox şirindir. Neçə yaşım var ümumiyyətlə? Salam müəllimə, necəsiz? 13 yaşım var. Necədir? Əskərdir, bayrağı öpür, çox qəşəngdir. Dedim ki, o aypara ulduz detalına fikir verin, belə çox qəşəng işləmişsən. Çox qəşəng. Uşaqlar, 16 yaşım var, necədir? Bax, dondum da, yəni uşağın baxışlarına qəşəngdir. Ümumiyyətlə o perspektivdən çəkmək asan deyil ha. O kişi başına əyib, uşaq belə baxır falan. Uşaqlar, siz ağlasınız. Nə olar gör. Gördüm. Gördüm uşaqlar, gördüm. Ronaldo göz bizə qırpır, göz vurur. Çox qəşəngdir. Əllərə sağlıq. Çox şirindir. Oxşatmışsan da. Yəni qəşəngdir, ağladı. Nikola Tesla, Belli və digər ümid edirəm bəyənərsiniz. Nikola Tesla'nı çox bəyəndim. Nəyə görə? Saçları çox qəşəngdir, bığ falan detallar. Baxan kimi adam bilir. Amma yəni xırda detallarına düşsək, amma yəni fərqli və qəşəngdir.
Salam müəllimə, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Birinci göndərirəm əl işimi etmişəm. İkincisi burun, dodaq məşqləri falan. Aha, prizma çəkmişəm. Necədir? Heç yerə baxmamışam. 12 yaşım var. Videoda paylaşsa sevinirəm. Niyə də paylaşmayım? 12 yaş. Heç yerə baxmamışam deyəndə uşaqlar, çalışın köçürmə qabiliyyətinizə iştirak edin. İnkişaf elətdirin. Məsələn, siz bunu baxa-baxa çəkməlisiniz. Müşahidə qabiliyyətinizi inkişaf elətdirmək üçün hər hansı bir şey çəkəndə çalışın, diqqətlə baxın və onu köçürməyə çalışın və əl işlərində qəşəngdir. Yəni biraz da daha da inkişaf elətdirə bilərsən. Salam müəllimə, bunu videonuza qoyub zəhmət olmasa xahiş edirəm. Niyə də qoymayım? Bir həftədir üzərində işləmir. A1 formatda. Uşaqlar A1 çox yekədir. Fikirləşin, məsələn, A4-üm var mənim burada bir dəqiqə məsələn. Bu A4 boyda bir şeydir də, elə deyilmi? Siz bunun 16 dənəsini, 16 yox, 4. Hə, 16 dənəsini bir yerdə fikirləşin. O A1 format. Anladı. Oxşatmı sənsinə Səməd Vurğunu? Yəni bildim də o Səməd Vurğundur, saç forması bu falan. Videoda bunu da göstərsəniz sevinərəm. Bu arada 15 yaşım var. Bu rəsmi ədəbiyyat dərsində çəkmişəm. Ədəbiyyat dərsində belə bir şey niyə çəkmirsən? Qız oğlandı, rəqs çox qəşəngdir, formalar qəşəngdir. Amma müəllim onu görsə məncə əsəbləşə bilər. Deyər ki, balam, mən sənə dərs keçirirəm, sən şəkil çəkmək pis bir şeydir. Sadəcə məncə bildiniz, amma çox qəşəngdir, çox maraqlıdır görsənir. Aysunun işini görürük. Prenses. Kül kedisidir. Nədir? Prenses idi də bu. Prensesin adı nədir? Kül kedisi deyirdilər ona. Balqabağı saat 12-dən sonra 12-dən sonra nədir? Hə də orada çizgi filmdə elə idi. Nəysə uşaq. Amma əl işim çox qəşəngdir. Arada zarafat eləyirəm, amma detalları çox qəşəngdir. Aysun neçə yaşım var ümumiyyətlə? Məncə 12-11 yaş aralığında bir uşaq. Əl işinə oxşuyur, çox da şirin, çox da məsumdur. Salam müəllimə, necəsiz? Yenə mən. Və mən yenə tamamlanmamış bir işim. Hələ ki tamamlamamışam, istəyirəm. Amma yenə alınır. Rəy bildirsəniz istəyirəm. İndidən təşəkkürlər, sevilirsiniz. Mən də sizi çox sevirəm. Kənd yoludur, bahar abu havası var, çox da qəşəngdir. Məncə güllər, çiçəklər daha da çoxaldacaqsan. Bir də yarpaq, ağacları biraz da yarpaq detalları ya da gül əlavə edəcəksən. Yəni tamamlama mərhələsində. Yəni tamamlayanda mütləq at. Yəni son mərhələsi məncə daha da qəşəng olacağını əminəm. Salam Tərnə müəllimə, necəsiz? 12 yaşındayım. Aha, karandaş kursu, rəngli. Aha, bir dəqiqə. Deyir ki, bir dəfə kara qələm kursuna və rəngli rəsm kursuna iştirak etmişəm. Elə bir kurs var. Amma bu öz tərzimlə çəkdiyim şəkillərdən biridir. Bu rəsm həyatımda özündə çox şey qazandım. Çox da bilməsəm də yıxıldığım. Edə bilməyənlərə qarşı yıxılıb vaxtında oldu. Amma rəsm çəkməyi heç vaxt buraxmadım. İndi də müəllimlərim əl işimə görə məni tərifləyir. Özümdən qürur duyuram. Aha, bunu oxuyanlar da həvəslərini yarı yolda buraxmasın. Edə bilməyənlərə görə yıxılanlar əksinə acığına davam etsin və bir gün bəhrəsini görür. Sonra kimisə acığına deməyək, özünüzə inanın və bu sənəti sevirsinizsə zaten qabağa gedəcəksiniz. Kimisə acığına bunu edərəm, onu edərəm deməsin. Və əl işarəti portret atır və portretin üstündə bu nədir yazıb. Maraqlıdır. Neçə yaşı var? Yaş 12 yaşdır. Hə. Maraqlıdır. Amma çalış ki, quzum, kiməsə inat yox da özünə inat deyək. De ki, sən mən bunu bacara bilməzsən. Yox, mən bunu bacaram. Öz-özünə də. Özünlə mübarizə apar. Yaxşı mənadır. Yəni kiməsə görə onu sübut elədiyinə qazandıracaqsan. Başqası çıxacaq, yenə başqası çıxacaq, yenə başqası çıxacaq. Hər kəsə özünü sübut elətdirməyə çalışanda insan yorulur. Aha, salam müəllimə, necəsiz? Mənim adım Göyçək. Ay, nə qəşəng adam var. 11 yaşım var. Əvvəl sizə kursa falan şəkil atmışdım. Sizcə necədir? Əlində su qabı tutan şirin bir qız görürəm. Çox da qəşəngdir. Eskiz vibe'da. Eskiz işləmişəm. Çox qəşəngdir. Salam müəllimə, necəsiz? Mənim adım Zeynəbdir və 12 yaşım var. Sizcə necədir? Küçük bir lampa görürük. Detallar, gül detalları çox xoşuma gəldi. Yəni xırdalas, sən biraz onu iştiqdə qatsan, yəni vursan, çox qəşəng olacaq da, yəni. Salam. Van Gogh əsərini quaşla işləyib. Özünüzdən nəsə qatmışsan, maraqlı görsən, quaşla işləyib də, hə. Adım Şəhanədir. Müəllimə 3 saat içində çəkmişəm. Necədir? Aha, Şəhanın baya bir vaxt atmamışdı əl işini və 3 saat ərzində
hava şarını işləyib, yəni rənglərin bir-birinə qarışması olsun, nazik xəttlər olsun, həqiqətən çox qəşəngdir. Amma məncə Şahana, sən bu işi daha da tamamlaya bilərsən. Yəni bu hala bitmiş kimi görsənmir. Çünki mən sənin əl işlərini görmüşəm axı. Bunun üzərində daha da çox işləyə bilərsən. Yağlı boyadır kakraz. Yəni daha da üzərinə gedə bilərsən. Salam, necəsiz? Bu şəkilləri sadə karandaşlarla çəkmişəm. Sizcə necədir? Çox qəşəngdir, amma mən bunu birinə oxşadıram. Bilmirəm kimdir. Yəni çox qəşəngdir. Gözlər biraz fikir ver. Hər kəs o gözləri oxşatmaya çətinlik yaşayır, bilmirəm niyə. Amma həqiqətən gözləri çəkmək çətindir uşaqlar. Uşaqlar çox sürətli danışdım. Hər birinin işinizə baxdım. Yəni görürəm də qabağımda çox qəşəng işlər oldu. Yaş balacalar oldu, böyüklər oldu. Əsas o da oldu. Digər videolarımızda görüşənədək hələlik. Həqiqətən sizin hər birinizi çox sevirəm. Diqqətiniz, dəyəriniz və söylədikləriniz üçün çox sağ olun. Rəsm çəkməyə, yaratmağa daim davam edin. Digər videolarımızda görüşənədək hələlik.